وقل رب زدني علما. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه أجمعين. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Mən ən birinci Allah Azze və Cəldən salamatçılıq istəyirəm. Dünyada və axirətdə. Bu Allah Resulü sallallahu aleyhi və səlləmin yəni hər gün etdiyi dualardan idi. Allahümme nəsəlükəl afiyətə fid dünya və l-axirə. Allahım səndən dünyada və axirətdə salamatçılıq istəyirəm. Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm bizə yəni əmr edib, irşad edib bizi. Yəni bizə buyurub ki, Səlullahəl afiyyə. Allahdan afiyyət istəyin, salamatçılıq istəyin. Çünki qula afiyyətdən böyük daha nimət verilməmişdir. Yəni imandan sonra ən böyük nimət afiyyət nimətidir. Və afiyyətdə olmağın yəni səbəblərindən biri də qulun yəni elm öyrənməsidir, bilməsidir. Və elm hansı elmdir? Faydalı elmdir. Yəni elm iki növdür. Var zərərli elm, bir də var faydalı elm. Necə ki zərərli elm haqqında Allah Azze və Cəllə buyurur ki, və Allah Azze və Cəllə buyurur ki, Bəqərə surəsində və yətəalləmunə mə yədurruhum və lə yənfəuhum. Deyir ki, onlar deyir, zərər verən elmi öyrənirdilər, fayda verən elmi tərk etmişdilər. Amma yəni insan faydalı elmə məşğul. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm hər səhər sübh namazından sonra deyirdi ki, Allahümmə inni əsəlükə ilmən nəfiə və rizqan tayyibə və amelən mütəqəbbələ. Və ona görə faydalı elm və xüsusən elmin dəqiqliklərini bilmək, elmin şərhlərini bilmək, təfsirini bilmək insanı buna yönəldir. Ola bilər insan başlanğıcda nəyisə yaxşı bilməsin. Yəni hansı elmi yaxşı bilmədiyinə görə də düşə bilər günahlar. Ancaq ki, sələflərdən varid olan əsərlər var. Yəni bir deyil əsərlər. Və deyir ki, biz əvvəl öyrənəndə riya üçün öyrənərdik. Yəni dünya əldə eləmək üçün öyrənərdik. Amma sonra elm qoymadı ki, biz o yola gedək. Ona görə elm davam eləsə, elm düzgün olsa, insan oraya düşməyəcək. Və həmçinin insan elmin məxəzlarını bilməsi. Yəni ki, baxırsan bəzən adi hədislər var da, adi biz çox eşitdiyimiz, yəni adi o mənada deyirəm ki, insanlar arasında artıq adət olub. Adi o baxımdan deyirəm. Yəni adət olub, bu hədislər daha hamı bilir. Misal üçün, min husnul İslamil mər'i tərkuhu mə lə yəni. Kişinin İslamının gözəlliyindəndir ki, ona aid olan məsələlərə qarışmasın. Yəni, bu məsələlər, misal üçün, bax, bu hədis umumən dinin yarısıdır. Amma bizə bu hədis adi hədis gəlir. Yəni təsəvvür, o elmin dəqiqliklərini bilənlər buna deyiblər ki, bu hədis dinin yarısıdır. Yəni yarısını artıq əməl etmişsən, bunu əgər tətbiq etsən. Və həmçinin hədis var Allah Resulü sallallahu aleyhi ve sellemdən ki, la yu'min ahadukum hatta yuhibbə li əxihi mə yuhibbu li nəfsihi. Bu hədisin özü olsun. Və bu hədislərin dəqiqliklərini yəni ümumən imamların, yəni böyük alimlərin kitablarında tapırsan. Və bəzən deyirsən ki, nəyə görə Allah Azze və Cəllə İbn Hüseymini ucaldıb? Rahiməhullah. Nəyə görə Allah Azze və Cəllə Şeyx Albani ucaldıb? Nəyə görə Allah Azze və Cəllə Şeyx İbn Bazı ucaldıb? Baxırsan ki, o dəqiqliklər olub, həmin dəqiqliklər olub onlarda. Nəyə görə Şeyx Hüsam İbn Teymiyyə ucaldıb? Nəyə görə Muallim Yəməni ucaldıb? Nəyə görə Muqbil ucaldıb? Ona görə ki, baxırsan ki, onlarda həmin dəqiqliklər olub. Amma baxanda görürsən ki, görürsən Şeyx Albani rahimehullah adi hədislərdən elə istinbatlar çıxarır ki, deyirsən subhanallah, yəni mən bunu necə başa düşə bilərdim? Yəni bax adi Şeyx Albani rahimehullah Allah Azze və Cəllə ki, deyir Əl-Həcc əşhurun ma'lumat, həcc müəyyən aylardadır. فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ. Yəni kim əgər həcc edəcəksə, fasik işlər görməsin və cidal etməsin həcdə, deyil mi? Rəfəs etməsin. Yəni rəfəsdə qadınlarla yaxınlığa da itlaq olunur da. Onun iki şeyi var, mənası var. Onlardan biri
boş kəlamdır, o birisi yəni qadınlarla yaxınlıq etmək. Və vələ cidələ fi həcc. Yəni həcdə cidəl etməsin. Amma bax Şeyx Albani rahimehullah nə deyir? Deyir ki, həcdə bütün cidəl haram deyildir. Ola bilsin ki, sən cidəl billətihi əhsən edirsən. Yəni sən hansısa bidət üçün nə etmirsən, mücadilə etmirsən deyirsən, mütləq etməlisən. Əgər əhlisənsə xüsusən inkar etməlisən. Deməli deyirsən ki, Allah azza və cəllə burada nə deyir? Vələ cidələ fil həcc. Anladın mı? Çünki Allah Teala başqa ayədə nə deyir? Deyir ki: "Ud'u ilə səbilə rabbike bil hikmeti vel mau'izatil hasenati və cadilhum billetihi əhsən." Onlarla gözəl şəkildə mücadilə et. Əgər hər biri bidət edir, biri sünnəyə müxalif olur, nəyinə? İnkar et. Yəni inkar təbii ki, inkar edəndə də yəni düzgün inkar olunmalıdır. İnkarın dərəcələri var. Və belə misallar çox vermək olar. Həmçinin Şeyx Albani rahimehullah baxırsan sual çıxır ki, sual verirlər ki, fətra əhli haqqında və yaxud da əhli kitabdan üzürlü olan kəslər ola biləcəkmi? Çünki də artıq hamısı eşidib Allah Resulü sallallahu əleyhi və səlləm. Bax, yəni burada diqqət. Yəni bax gözəl bir istinbat edir bildiyimiz hədislərdən. Hansı hədisdir? Misal üçün Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "Mən ra'ani fil manam faqad ra'ani." Yəni kim məni yuxuda görərsə, artıq məni görmüşdür. Yəni mənim özümü görmüşdür. Amma sonra hədisin sonrasına bax deyir ki, çünki şeytan mənim surətimə girə bilmir. Şeytan peyğəmbərlərin surətinə girə bilmir də. Necə ki bu İmam Bağavinin və digər təfsirçilərin rivayət etdiyi əsərdə də gəlib Süleyman Əleyhisselamın qıssəsi, hansı ki üzüyü vermişdi yəni zövcəsinə və ayaq yoluna girmişdi və çıxanda cin onun surətinə girib gəlir və üzüyü verir. Yəni üzüyü zövcəsindən istəyir və üzüyü taxır, səltənətə sahib olur cin. Və Süleyman Əleyhisselam yəni səltənət əlindən çıxır və bu qıssəni yəni həm rivayə, həm dirayə cəhətdən batildir bu qıssə. Rivayət cəhətdən yəni aydındır hədis elminin qaydalarına görə, yəni rivayətlərə baxılır, ravilərə baxılır və digər şeylərə, şahsi illə olmasına və s. Amma dirayə cəhətdən ona baxılır ki, bu rivayəti gəlib ki, cin Süleyman Əleyhisselamın surətinə girmişdir. Yəni peyğəmbərlərin surətinə girə bilməz cin. Bu qaydadır, yəni şəriətdə. Bax bu hədis ona dəlildir. Və ona görə peyğəmbər sallallahu əleyhi və səlləm ki, şeytan mənim surətimə girə bilməz. Deməli, bax Şeyx Albani fəhminə bax buradan çıxardığı və deyir ki, deməli, kim Allah Rasulunu görübsə həqiqətində görməlidir. O necədirsə elə görməlidir. Yaxşı, bəs bunun əhli kitab məsələsinə nə əlaqəsi var? Deyir ki, la yesma'u bi min hadihil ummə Yahudiyyun və la Nasraniyyun thumma yamut və la mu'min billazi ursiltu bi illa kana min ashabin nar. Deyir ki, bu ümmətdən, yəni ümmətül da'vadan, dəvət ümmətindən söhbət edir. Ümmət iki növdə, ümmətül da'va ümmət, isticabə. İcabət ümməti, dəvət ümməti. İcabət ümməti müsəlmanlar, dəvət ümməti kafirlərdir, qeyri-müsəlmanlar. Fəəmmə səmudə fəhədeynəhum. Səmuda hidayət etmiş, fəstəhəbbul əmə aləl-hudə. İkorluğu hidayətdən üstün tutdular. Demək, Səmud qövmü hansı hidayət olmuşdu? Yəni dəvət hidayət olmuşdu da. Deyir ki, bu ümmətdə, yəni Yahudi və Xristiyanlardan məni eşidib, mənə iman gətirməyən cəhənnəm əhlidir. Deyir, necə eşitməlidir? Alə həqiqətihi. Həqiqətinə. Bəlkə eşidib ki, Muhammed qatil olub, Muhammed, aydın mı? Yəni belə olub, yəni sallallahu aleyhi və səlləm, yəni düzgün eşitməyib onun haqqında. Ona görə, yəni baxırsan ki, bax, deməli bu hədis dəlildir ki, kim Allah Resulü sallallahu aleyhi və səlləm Yahudi və Xristiyanlardan düzgün o həqiqətdə eşidərsə ki, həqiqətən Muhammed Allahın peyğəmbəridir, Rəsuludur və bütün insanlara bəşir və nəzir olaraq göndərilib, xəbərdar edən, müjdələyən və bu adam eşidib iman etməzsə bu kafirdir, yəni əbədiyyən cəhənnəmlikdir. Amma təbii ki, zahirdə biz ondan kafir müamiləsi edirik. Qadirlik mövzumuzun əvvəlindəki, yəni sünnəni və ya Quranın yəni dəlalətlərini bilmək, yəni adamı qoruyur və bunu düzgün öyrənmək lazım. Yəni buna düzgün tətbiq etmək lazım. Bax, nəyə görə alimlər deyirlər ki, innəməl əməl bin niyyət dinin 70-dən çox babına girib.
və bəzən də ki, innamal a'malu binniyat, yəni bəzi alimlər ki, din 3 hədis üzərindədir. İnnamal a'malu binniyat. Sonra hansı idi? Deməli, mən əhdəsə fi əmri hədə mən leysə minhu fəhvə rad. Yəni 2. Yəni innamal a'malu binniyat ixlasdır. Mən əhdəsə fi əmri hədə mən leysə minhu fəhvə rad. Kim bizim etmədiyimiz bir iş, əmr etmədiyimiz bir şey edərsə və ya işimizə əlavə edərsə, onlar rədd olunur. Bu sünnədir. Çünki bu bidəti rədd edir də. Məsələn, ixlas sünnə. Üçüncüdə əhkamlar. İnnəl hələlə beyin və innəl haramə beyin. Beynəhumə umurun müştəbihət. Lə ya'ləmuhunnə kəsirun minən-nəs. Deməli, halal da bəyandır, haram da bəyandır. Onlar ikisinin arasında olan, yəni şübhəli işlər var və ilə axır hədis, o kəmə qal əleyhissalatu vesselam. Yəni sözümü ona gətirirəm ki, sünnəni elə adi şəkildə bilmək yox, dəlalətini öyrənmək lazımdır. Və tətbiq etmək lazımdır. Görək mən bu hədisə əməl edirəm. Həqiqətən yoxsa ancaq mənə uyğun gələn vaxtımı mən bunu tətbiq edirəm. Mənim, yəni belə deyək də, keyfim istədiyim vaxtımı bunu deyirəm. Bax, burada bir məsələ də var, yadıma düşmüşkən deyim, fayda olar. Bəlkə Allah azə və cəllə işlənlər üçün faydalı etsin. Ümumən, bəzən görürsən ki, insanın elm öyrənməsi belə nəfsinə görə olur. Yəni, misal üçün, şəri elmlər var da, şəri elmlər var. Necə ki, Şeyx Albani, rahiməhullah, deyir ki, bax, adi, deyir, kim lüğəti yaxşı bilmirsə, şəriəti başa düşə bilməz. Xüsusən bəlağəti deyir. Bəlağət elmini. Elmül məanidir, elmül bədiyyədir. Və Şeyx Albani güclü istidləlləri var oradan, həmin şeylərdən, lüğət elmindən. Yəni, deməli, bəzən görürsən ki, insan özünə, ürəyinə rahat gələn, nəfsinə xoş gələn tərəfi öyrənir, digər tərəfi öyrənmir. Bu da nəfsi öyrənməkdir. Görürsən ki, misal üçün, insan ərəb dilində mütəməkkin deyil və yaxud da usul elmində mütəməkkin deyil. Halbuki, bax, yenə də Şeyx Albani'dən misal nəyə görə gətirirəm? Ondan daha çox eşitmişəm bu mövzuları. Ona görə ondan daha çox faydalanmışam bu mövzularda. Və hətta Təmamül Minnəni mən oxuduğum zaman Şeyx Albani'nin Fiqh-ü Sünnəyə təliqidir. Və neçə dəfə orada təkrarən deyir ki, bax, Ustaz Seyyid Sabiq burada usul-u fiqhə əməl etmədi. Usula əməl etmədi. Usula əməl etmədiyi üçün bu xətaya düşdü. Usula əməl etmədiyi bu xətaya düşdü. Ona görə bax, mütləq şəkildə elmin dilələtini bilmək lazımdır. O hədislərin mənasını, şərhini yaxşı şəkildə mənimsəmək lazımdır. Ona görə baxırsan ki, onlar adi bir hədis gətirirlər, amma böyük mənalar. Yəni, nə elmlər gizlənib içində, nə mənalar gizlənib içində adam. Amma bildiyin hədisdir belə. Belə bildiyin hədisdir adam. Ona görə, yəni, insan elm öyrənməlidir və elm öyrənmək insan yüksələn çıxardır, qoruyur. Və həmçinin elm düzgün şəkildə öyrəniləndə insan həqiqətən özü ilə məşğul olur. Başqaları ilə məşğul olmaq vaxt çatmır. Və özü ilə məşğul olan adam salamat qalır. Başqaları ilə məşğul olan adam bu dəfələrlə deyilir. O görürsən, yenə az əməl olunur. Yenə görürsən ki, misal üçün aramızda olur söhbətdə ki, filan kəs belə edir, filan kəs belə. Bəs sən, bəs biz, bəs özümüz. Yəni belə. Ona görə Allah Azə və Cəllə istəyirəm ki, hamımızı islah etsin və bizi haqqa yönətsin və bizi yəni təvhid kəlməsi üzərində birləşənlərdən etsin. Burada bir fayda da yadıma düşür. Şeyx Məşhurun, Hafizahullahın deyir ki, bir var kəlimət-i təvhid və var təvhid-il kəlimə. Kəlimət-i təvhid və təvhid əl-kəlimə. Kəlimət-i təvhid nədir? La ilahe illallah. Hansı ki biz o kəlməyə çağırırıq da insanları. La ilahe illallah kəlməsinə. Amma biz insanları təvhidül kəlməyə çağırırıq. Təvhidül kəlmə nədir? Kəlmənin bir olması. Hamı eyni söz desin. Hamı eyni şey danışsın. Yəni heç vaxt ixtilaf olmasın. Və la yezaluna muxtalifin. Allah Quran-Kərimdə ki, onlar deyir, həmişə ixtilaf edəcəklər. Və la yezalun. Və la yezalun nədir? Şeyx, yəni davamiyyət, istimrar. Davamiyyət şəklində, mütləq şəkildə həmişə ixtilaf olacaq. Bu istəyir İslam ümmətinin ammətən içində olsun. Xassatan kimlərin əhl-i sünnə sələflərin arasında olsun. Həmişə olacaq.
Həmişə olacaq, yəni və la yəzəlun müxtəlifin. Yəni təbii ki, əqidə, etiqad məsələlərində ixtilaf etmək olmayacaq sələflərin arasında, əhlüsünnə arasında. Amma nə qədər ki biz öz qardaşlarımızla əqidə, mənhəc, yəni ixtilafı etmirik, gərək digər ixtilafları qıra qoyaq. Bu qaydadır. Ona görə iki şeylə qardaşlıq möhkəm olur. Necə ki alimlər deyir, birincisi ədəblə. Ədəb. Nə qədər ki biz qardaşımıza qarşı öz ədəbimizi qoruyacağıq, parçalanma olmayacaq. Çünki ədəbsizlik ən birinci parçalanmağın, əqidədən qabaq parçalanmağın səbəbi ədəbsizlik olur. Deyir ki, Allah Azə və Cəllə ki, biz onlara xəbərdar edən, müjdələyən peyğəmbərlər göndərdik və onlar ayətləri təfsilatla izah etdilər. Allahın nazil etdiyinə hökm etdilər. Lakin onlara dəlillər gələndən sonra nə edilər? Deyir ki, ədəbsizlik edib parçalandılar. Ədəbsizliyə və bəğyan beynəhum. Deyir ki, fəməxtələfu ilə min bə'di mə cəəhumul beyinət bəğyan beynəhum. Bəği nədir? Ədəbsizlikdir. Və bu ədəbsizlik keçmiş ümmətlərin nəyə olub? Yolu olub. Allah Azə və Cəllə deyir ki, və qalətil yəhudu leysətil nəsara alə şey. Və qalət nəsara leysətil yəhudu alə şeyin və hum yətlunəl kitəb. Onlar kitab oxuduğu halda, elm öyrəndiyi halda, baxın, və hum yətlunəl kitəb və haldır. Yəni, onların halı buydu, kitab oxuyurdular. Amma nədirlər? Allah heç bir şeydir. Bunlar heç bir şeydir. Yəni, insan deməli, heç bir şey deyən kimi onların mənhəcindədir. O yüzden bu heç bir şeydir, bunların mənhəcindədir. Amma Rəbbimiz bizi hara çağırır? Yəni, birləşməyə, bu şeyləri tərk etməyə. Ona görə, onlar kimin yoludur? Peyğəmbərlərin. Ulaikəl-ləzinə hədəhumullah fəbihudəhum uqtədih. Onlar Allahın hidayət etdiyi kəslər idi, onların hidayətinə tabi ol. Onların yoluna tabi ol. Və həmçinin Allah Azə və Cəllə deyir ki, فَاِنْ آمَنُوا بِمِثْلِ مَا أَمَنْتُمْ بِهِ فَقَدْ اِهْتَدَوْا. Onlar da ey sahabələr, sizin kimi iman etsələr, onlar da hidayətdə olacaqlar. Yəni, sahabələrin cəhədə elə olmaqlar. Çünki onlar, yəni, Allah Azə və Cəllə onları iqtida etməyi, həmçinin وَسَابِقُونَ الْأَوَّلِينَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِالْإِحْسَانِ. Onlara ən gözəl şəkildə tabi olanlar, radiyallahu anhum və radu anh. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Və həmçinin birləşməyə bütün peyğəmbərlərin, yəni usulundan olub, şəriətinin usulundan olub. Şərə aləkum minəd-dini mə vəssa bihi Nuhan və mə vəxeynə ileykə və mə vəssəynə bihi İbrahim və Musa və İsa ən əqimud-din və lə tətəfərrəqu fihi. Deyir ki, sənə şəriət etdik. Şərə aləkum minəd-din. Sizin üçün, hamınız üçün şəriət etdik. Mə vəssa bihi Nuha vəsiyyət etdiyimiz. Və mə vəxeynə ileykə. Sənə vəhiy etdik ey Muhammed sallallahu aleyhi ve sellem. Və mə vəssəynə bihi İbrahim və Musa və İsa ulul azm peyğəmbərlər ən əqimuddin və lə tətəfərrəqu fihi. Dini möhkəm saxlayın və parçalanmayın. Məsələn, və atəsimu bihablillahi cəmiən və lə təfərrəqu. Və zkuru ni'mətə iz kuntum a'daən fəəlləfə beynə qulubikum. Deyir, Allahın neymətini yada salın, siz düşməniz, sizi qardaş etdi, cəm etdi. İndi qardaş olmansa təzdən parçalansın. Və kuntum alə şəfə hufrətə minən nar. Deyir ki, siz odun, yəni quyunun lap dodağındaydınız. Şəfə hufra, quyunun dodağındaydınız yəni. Oradan bir addım atsaz odunun içine düşmez. فَاَنْقَزَكُمْ مِنْهَا لَوْ أَلَّفْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا. Yer üzərində olan hər şeyi xərcləsən, yəni مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ. Vallahi onların qəlbini cəm edə bilməzsən. Yəni bu Allahın ayəsidir. Ona görə bax, nə qədər firqələr var. Baxırsan ki, ancaq pul xərcləyirlər ki, insanları cəm etsinlər. Amma heç vaxt insanları cəm edə bilməzlər. Ona görə mal, pul heç vaxt insanları yəni cəm edə bilməz. Mümkün də deyil. Bu ayə ona deyir ki, وَلَوْ أَنْفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا. Bütün yer üzərində xərcləsən, ey Muhammed, أَنْفَقْتَ təkimdir Muhammed sallallahu aleyhi ve sellemə və ümumən ümmətinə aid. مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ. Heç vaxt qəlblərini birləşdirə bilməzsən. Əksinə, zeyğ, kin, küdürət, nifrət gələcək oynan onların arasına. وَلَكِنَّ اللّٰهَ أَلَّفَ بَيْنَهُمْ. Lakin Allah onların arasını neynədir? Cəm etdi. Ona görə insan çalışmalı, yəni Quran və sünnə insanı birləşdirir. Bu ədəblərə əməl etmə insanı birləşdirir. Amma bunlar ədəbsizlik insanı ayırır. Yəni, iki şey oldu qardaşlığı birləşdirən. Birincisi, ədəb, əxlaq, ədəbimizi qorumaq, bu fərdən olmalıdır. Fərdən və cəmaətən. Fərdən, çünki mən özüm etməyim, mən düşməyim. Yəni, başqası hələ sonra. Bu, ənfusakum. Birinci ənfusakum yəni. Özünüzü qoruyun. Və əhlikum. Bəzi alimlər ki, o ənfusakum yəni qardaşlar. Yəni, müsəlmanlar bir-birini.
Bəzi alimlər deyir ki, yəni özünüz, yəni ailənizin. Deməli, ikincisi də əqidə, etiqad, salamat mənhəcli olmaq. Yəni, əqidə, etiqad, salamat olarsa, bir olacaq. Amma hətta əqidə, etiqad belə bir olanda, ədəb olmayanda parçalanma olur. Allah bir daha doğrusu bu qədər kifayətdir. Allah Azə və Cəllə istəyirəm ki, bizi bağışlasın, bizi əff etsin və bizi birləşdirsin xeyir üzərində, tövhid kəlməsi üzərində və bizi parçalanmaqdan qorusun. Və axir davana elhamdülillahi rabbil alamin və sallallahu əleyhi Muhammedin və alə alihi və səlləmə təslim.